Bax, 40-cı sualda bizə deyilir ki, Bakı Dövlət Universiteti split, yəni boşluqdan ayrın və foreign A emal edin. Yəni ki, hər bir sözü ayrı-ayrılıqda emal edilir. Bakı sözünü, Dövlət Universiteti sözləri ayrı-ayrılıqda emal edilir. K boşluq işarəsindən ayrılır. Baxaq, bir K-nın üzərinə əlavə edin. A-nın sıfırıncı Bakı sözüdür. Yəni Bakını əlavə elədik. Və neçə dəfə dövr eləyirik müəllim? A qədər dövr eləyirik. A-nın qiyməti, deməli, Bakı Dövlət Universiteti sıfırıncı elementini 3 dəfə dövr eləyirik və hər dəfə də dövr eləyəndə K-ya sıfırıncı elementi mənimsədirik. Foreign A deyiriksə 3 dəfə dövr eləyirik. Ona görə də 3 dəfə Bakı sözünü yazmış oluruq. 41-ci sualda. Bir def fx bərabərdir 1. Foreign range birdən x plus 1-ə bir qiymətinə qədər dövr edirik. Əvvəl görək proqramda bizdən nə istənilir? Print k. Yəni ki, k-nı çap etməyimiz istənilir. 1k fx-dir. Yəni burada yerinə 5 yazırıq. F5. F-in 5 qiymətində dövr edirik. Eksi yerinə 5 yazırıq. Burada da 1-dən 5 üstə gələr 1-ə qədər. Yəni 6-ya can dövr edirik. 1-dən 6-ya qədər. Deməli 1, 2, 3, 4, 5-ə can qiymətləri dövr elətdirik. Hər dəfədə dövr eləyəndə S-in üzərinə i dəyişəninin qiymətini əlavə edirik. Baxaq, S-imizin qiyməti 1-dir. Üzərinə hər dəfə dövr edəndə i dəyişəninin qiymətini, yəni 1-i, 2-ni, 3-ü, 4-ü, 5-ə əlavə edirik. Deməli, 1-i, 2-ni, 3-ü, 4-ü və 5-ə əlavə edirik. 16. Da cavabımız 16 var. Və çapa 16-nı vermiş olalım. Burada deyir, proqramın təyinatı nədir? A 2, 5, 6, 2, 3, 1, 5 bir qiymətləri emal olunur. Bir foreign A. Bir əgər A-nın gözü sayın mənim. İkinci sualımızda deyir ki, axşamınız xeyir müəllimə. Bu ədədlər verilib A-ya, B-yə isə siyahı, boş siyahı daxil edilir. Bir foreign A. A-ya can olur, foreign A. Yəni ki, A-nın içərisindən, A siyahısının içərisindən hər dəfə rəqəmləri götürüb emal edirik. Və emal edəndə deyir A.count E. Yəni, say gör, i dəyişəninin qiyməti birdən böyükdürmü? Baxın müəllimlər, birdən böyükdürsə, yəni hansının qiyməti birdən böyükdür burada şərtimiz ödənilməsi üçün? 2, 2 dənə. 3 bir dənə 2 ilə 1 qiymətidir. 2 və 1 qiymətidir. Bir ən, yəni və qoludur bu, vurma qoludur. i dəyişəninin qiyməti B-də də həmin qiymət deyil, iştirak etməsin, təkrarlanmasın. Yəni, burada maraqlıdır, deyir ki, birində rəqəm təkrarlanmasın i dəyişəninin daxilində. Not in B. Yəni ki, B-yə daxil edilməsin həmin rəqəm, B-yə daxil edilməsin. Rəqəm nə vaxt B-yə daxil edilir? Əgər şərt daxilində 2 dəfə təkrarlanarsa. Burada müəllimlər, baxın,
O bu hissədə dövrün sonundadır. Ona görə biz bu misalı həll edirik. Sonra ikinciyə keçirik. Əgər buradakı for ifin altından yazılsaydı, yəni iç-içə forlar deyirikdə, hər dəfə bu fora da baxmalıydıq. Çünki dövrün daxilində yerləşərdi. İndi dövrün daxilində deyil deyə, bunlar hər biri ayrı-ayrılıqda həll olunur. Bu fərqli misallardır. Bir dəyişənin qiymətidir sayanda neçə dənədirsə, birdən böyükdürmü? 2 ödəyir. Hə deyirik. Burada ödədir. Vurulsun. İyi dəyişənin qiyməti B-nin də içərisində olmasın. Bəli, buna da hə deyirik. Çünki baxın, B-nin içərisində bu 2 yoxdur həqiqətən də. Deməli, şərtimiz ödəyir. Şərt ödədiyinə görə B siyahısının içərisinə daxilinə i-ni daxil elədik. Artıq B siyahısının içərisində 2 var. Sonra bir də baxırıq. Yenə baxırıq. Deyir ki, 5 qiymətini götürük bu dəfə. Baxın, 5 qiymətli, bu da ödəyir şərti. 2 dənədir. Buna da hə deyirik, buna da hə deyirik. Artıq şərt ödədiyinə görə də 5-i də daxil edirik siyahının içərisinə. 6-ya baxırıq. 6-da şərt ödəmir. 6-nı daxil etmirik 5 siyahısının içərisinə. 2, 2-də yenə şərt ödəyir. Baxırıq, bir dənə buradadır, bir dənə. İkinci kimi daxil edirik bu hissəyə. Çünki niyə ikinci kimi? Ədədlər bir-bir emal edirik axı. 3-ə baxırıq. 3 ödəm, bir dənədir 3-də. Ona görə 3-ü də daxil edə bilmirik. Baxırıq, 1-dən bir dənədir. Biri yenə daxil elədik. Sonra baxırıq 5 dəyişəninə. Görə 5, bəli, bu da 2 dənədir. Bunu da daxil edirik. Növbəti 1, bunu da daxil edirik. Deməli, B siyahısının qiyməti bərabər yazaq. Belə yazanda, bərabər yazanda indeksi bildirir. Daxilində 2, 5, 2, 1, 5, 1. Baxın, bu qiymətlər var. Bu qədər qiymət var. B-nin daxilində. Bunu gəlirik digər misalımızı həll eləməyə. Bu da bizə deyilmir ki, hər hansı bir qiyməti çap elə. Burada isə bizə deyilir ki, növbəti misalda A dəyişəninə bu qiymətlər, B dəyişəninə isə boşluq verilir. Burada cavab budur. Bu artıq buna qarşımda bu başqa bir misaldır. Deyir, for in A. Yenə emal edirik. Bu dəfə emal edəndə nə edirik? Baxırıq ki, qiymət, i-nin qiyməti böyükdür mü birdən? Baxın, 2 ödəyir. Buradakı 2 də ödəyir. 5 də ödəyir. 2. Yəni, hansından 2 dənədirsə, hər ikisini də götürürük. Count sayanda 2 dənədirsə, hər ikisini də götürürük. Müəllimlər, görüntüdə, səsdə problem olsa, zəhmət olmasa deyin. Ekran görsənir. Deməli, bunun daxilində 2-ni daxil edirik. Şərt ödəyən 2-dir. 5-dir, çünki 2 dənədir 5-dən. 6-dır, şərti ödəmir. 2 şərti ödəyir. 3 şərti ödəmir. 1 şərti ödəyir. 5 şərti ödəyir. Baxın, bu rəqəmlər. Burada da cavab B siyahısının daxilində 2, 5, 2, 1, 5. Cavab belə alır. Burada da müəllimlər yenə fərqli misallardır. Yəni, bu yəqin ki 45-dir. Burada yazmaq istəyiblər. Bu 45-ci misaldır. Bunun buna qarşı-qarşılacağı yoxdur. Baxaq, deyir, for in range 0-dan len ayacın. 1, 2, 3, 4, 5, 6, 7. 0-dan 7-yə qədər ədədləri emal edirik. Yəni 1, 2, 3, 4, 5, 6. Biz 6 dəfə dövr edirik. Hər dəfə dövr eləyəndə yoxlayırıq. Görək A dəyişəninin, A siyahısının daha doğrusu. Baxın, bu siyahıdır.
Bu formada mötərizə siyahıdır. A siyahısının İnci elementi. A siyahısının inci elementi. Görək hansıdır? Yəni bir emal etdiyimizə görə birinci dövrdə i bərabərdir 1'dir. Yəni 1 qiymətidir. Deyirik ki 1 kiçikdirmi sıfırdan? 1 kiçikdirmi sıfırdan? Deyirik ki yox. Birincidə şərt ödəmir. Şərt ödəsəydi əgər i dəyişənin qiymətini çap eləyərdik. Deməli, hansı ki i dəyişəndir. A'nın daha doğrusu inci elementi. Hansı inci elementini çap edirik müəllimlər? 6 dəfə dövr edirik. Yəni 6 dəfə dövr edib bunların hamısına baxmış oluruq. Baxın burada 7 dənədir. 6 dəfə də dövr eləyəndə bu da indeksə görə baxanda artıq hamısına baxmış oluruq. İnci element, yəni ki bu da i'nin qiyməti, üzr istəyirəm müəllimlər. i'nin qiyməti 0 deyə 0-dan başlayır. Bu da 0-da. Burada 0 yazmamışam. 0-dan başlayır. 0, 1, 2, 3, 4, 5, 6 dəfə, 7 dəfə, yəni dövr edirik. 0-dan başlayaraq. 0-cı element, yəni 4. 4 kiçik deyil. Bu ödəmir. 6-ya baxırıq. 6 da ödəmir. 0 da ödəmir. Amma mənfi 1 ödəyir. 0-dan kiçikdir. Bu da ödəmir. Bu da ödəmir. Mənfi 3 ödəyir şərti. Deməli, 1, 2, 3, 4. Çapa nə verir müəllimlər? Çapa mənfi 1 və mənfi 3 qiymətlərini çapa vermiş olur. İndi müəllimlər, görək nə dərəcədə diqqətlə qulaq asırıq dərsə. Biraz sual cavab edeyim. Sonuncu həll elədiyimiz misalı. Nizam müəllim. Məncə o cavabı var o hələ. Bəli. Bu sual aşağı səhifədəki sualın nəzərdə oldu. Yox müəllimə, o sual onun heç bir-birinə qarışmır axı. Burada çünki fərqli qiymətlər verir. Onlar fərqli misallardır. Çünki orada bir funksiyası başlayır, bilmədim, məsələ bildim 45 o sualında. Hə, yox müəllimə, o da def deyil. O fərqli suallardır. Prosto çapda ola bilsin, sürüşüb. Yəni, bu fərqli sualdır. Baxaq, Nizam müəllim, zəhmət olmasa izah edeyim. 44-cü sualı hansı qaydada yazdıq? Salam, axşam xeyir olsun. Hər vaxtınız xeyir. Dörtdə mənimə elədim. 4, 6, o verilənlərin saydı. 7 qədər. 6 qədər sayıq. Bir də orada şərt var da, ilk sıfır şərtini öz rəqəmləri götürür. Hansı indeksdədir? Məsələn, mənfi 1-də təbii ki, ödənir, mənfi 2 0 bir də mənfi 2 0 qalan hamısında şərti ödənir. O ikisində ödəyir. Ona görə də cavab da i mənfi 1-dən mənfi 2 çıxır. Əla, bəli, əla. Baxaq növbəti. Burada isə birik var. Müəllimlər, qrupa atmışdım. Birikdir, kontinuedur. Bu ilki kitablara əlavə olunub. Böyük ehtimal ki, bizdə imtahandan soruşulacaqlar. Əvvəl yox idi. Əvvəl məsələn səthi keçirdik də Python-a. Balaca da yox, elə böyük ölçüdə deyək, Python-a daha çox geniş yer verilir. Yəni orada birik kontinuedə artıq təsəvvür edin 8-ci sinif kitabında istifadə edilir. Yəni nə dərəcədə biz bilməliyik bu dəyişənlərin funksiyanın nə iş gördüyünü. Müəllim, bu il dəyişən dəstəklər müsəllisini sərəhat edir. Müəllimə, demək olar ki, bütün sinifləri əhatə elədi. Yəni əksər məlumatlar dəyişilibdir, şəkillər, düzdür, 8-ci sinifdir, 9, 10, 11 biraz daha çox dəyişildi, amma digərləri də dəyişildi. Yəni hamısında xırda da olsa dəyişiklik var, amma ən çox 8, 9, 10, 11-dədir dəyişiklik. Çünki ora bir də matrisləri də əlavə ediblər, hansı ki, universitetə keçilən mövzuydu, onu da artıq əlavə ediblər. Belə deyim, iç-içə forlar deyirik də, mürəkkəb forlar. Mürəkkəb forlar əvvəl keçirilmir. Sadə forun üzərindən səhvi keçirdik. Amma indi mürəkkəb forlar da daxil ediblər. Baxaq. Misalda deyir ki, bəli. Onlar biraz qəlizdir, yəni işçi forlar biraz mürəkkəbdir. Xeyr, müəllimə, mürəkkəb deyil, əksər çox sadədir. İndi bundan sonra onları izah eləyərik, baxarıq. İzahına çox sadədir əslində. Amma yəni bazı diqqətlə baxmaq lazımdır. Həm də yəqin ki, heç vaxt həll eləməmişsiniz, ona görə sizə çətin gəlir. Deyir ki, A dəyişəninin içərisində, A siyahısının daha doğrusu, baxın bu siyahıda A siyahısının içərisində 4, 6, 0, -1, 3, 6, -3. Bu qiymətlər var.
Deyir, indi gəl bu qiymətləri emal elə sıfırdan len aya qədər 0, 1, 2, 3, 4, 5, 6. 6 dənə deyil qiyməti emal elə. Len, yəni sıfırdan 6-yacan qiymətləri. Onda biz nə qədər dövr edirik müəllimlər? Həmişə dövrü yazın ki, çaşmayasınız misalın yanına. Bəzən sizə belə gələ bilər ki, sıfırdan 6-yacan olsun dövr edək də bunu yazmağın nə mənası var? Xeyr. Ona görə yazırıq ki, yəni biz dəqiq yazaq da misal səhv etməyək. Ona görə həmişə imtahanda da belə yazın qarşısına səliqə ilə ki, səhv eləməyəsiniz. Səhv nə mənada? Çaşmayasınız da. Xırda biri var bilmədən, bilməyib yaza bilməyəsiniz misal. Biri var misalı biləsiniz ancaq çaşıb səhv eləyəsiniz. Sıfırdan 5-ə dövr eləyir. Bax, bu bizim dövrümüzdür. Bu qədər dövr eləyəndə birincidə deyirik ki, i bərabərdir 0 olduqda, sonra i bərabərdir 1 olduqda və s. Baxaq müəllimlər, görə bizdən proqram nəyi tələb edir? Deyir, A-nın inci elementi. İnci elementi birinci hansıdır müəllimlər? 4. İnci elementi, yəni sıfırıncı elementi də. Sıfırdan başlayırıq axı emala. Sıfırıncı elementi. Sıfırıncı elementi də 4. 0. Bu birinci elementi. Bu ikinci. Hər dəfə gəlib götürürük bir hamısını. Bu üçüncü, dördüncü, beşinci, altıncı elementi. Və bu elementlərin hamısını emal edirik. Yəni if şərti ilə yoxlayırıq. Deyirik ki, A dəyişəninin inci elementi. Burada müəllimə yəqin ki, bir dəfə mənfi biri çap eləyən kimi artıq çıxacaq da proqramdan. Bəli, yəni nə vaxt ki şərt ödədi, baxın if şərti ödədisə, if şərti ödəyəndə proqram qiyməti çap eləyir və sonra 1-2 görür. 1-2 görən kimi, mən 1 bizi baş kitabda yazın. Bizi proqramdan yox, dövrdən çıxardır. Əgər dövrün sonunda burada nəsə yazılsaydı, sərbəst falan, dövrün içində demirəm, dövrün sonunda. Ona gəlib dövrün sonunda sərbəstliyi yerinə yetirilərdi. İndi dövrün sonunda sərbəstimiz yoxdur. Heç nə yoxdur dövrün sonunda. Ona görə eləcə dövrdür misal. Dövrdən də çıxarda bilik bizi, siz demiş, heç bir iş görmürük da. 4 şərti ödəmir. 6 ödəmir, 0 ödəmir, amma -1 ödəyir. Gəlir, bəli, -1-i çap eləyir, çap edəndən sonra da 1-2 deyib bizi dövrdən çıxarır. 1-2 görür, 1-2 görən kimi də atır bizi dövrdən. Dövrdən çıxmış olur. Deyirəm ki, aydın misalımız. Sualımız yoxdur, əmrə misalar. Bu da çox maraqlı misaldır. Burada bizə deyilir ki, def funksiyasının qiymətini istəyir. Bu əlfəsüz fərqli misallardır. Deyir ki, print K, K-nı çap elə. K da nədir? Pov, X, Y-dir. Pov, X, Y-dir. Eyni sual 2 dəfə düşür müəllimə. Eyni suallar sözüm. Yox, müəllim, burada biraz fərqlilik var. Suallar. Eyni istədiyim müəllimə, baxın. Return is pov. Müəllim, burada X, Y-dir. Baxın, tələdir bu. Burada Y-dir. Hə, onu deyil. Bəli, xırda. Bir dənə orada deyil. Hə, xırda bir tələ var burada. Yəni, burada indi siz təsəvvür edin, bir bazı qiymət fərqliliyi yerləşdirən kimi artıq qiymət də fərqlənir. Baxaq. X və Y-in qiymətlərini. X-in yerində 2 dayanır, Y-in yerində isə 3 dayanır. İndi qiymətləri polda yerinə yazaq hesablayaq. 2 və 3-ü yazaq hesablayaq. Deyir ki, foreign range 1-dən Y üstə gələk, 1-əcən dövr eləyək. Baxaq, Y-imizin qiyməti 3-dür, üzərinə 1, 4. Yəni 1, 2, 3. Bu qədər dövr eləyir. Müəllimə, bəs orada o heç bir iş görmür. Xeyr, müəllimə, POV elə sizi çaşdırmaq üçün yazırlar. POV dəyişən addır. POV-un yerinə, məsələn, ABC, Fərid, Nuray, nə istəsəz yaza bilərsiniz. Bu arada POV yazırlar. POV heç bir iş görmür. Qüvvətə yüksəltməyə görə deyirsiniz, yəqin ki, əməlinə görə. Amma yəni o əməl deyir, sadəcə dəyişənin adıdır. 3 dəfə dövr eləyir. Birinci mən beynimdə qüvvəti yüksəltməni saxladım da o pova görə ki, buradakı 2 üstü 3 8-ə bərabər olacaq. Amma heç bir iş görmədim. Hə, yox, bizi çaşdırmaq üçün yazıblar onu. 1, 2, 3. 3 dəfə dövr eləyir. 3 dəfə, hər dəfə dövr eləyəndə də S-in üzərinə X-ə
S-i x-ə vururuq. S-i x-ə vururuq. S-imizin qiyməti neçədir müəllimlər? 1. S bərabərdir 1. Deməli, 1-i bir dəfə vururuq 1-ə. Sonra vururuq 2-yə, sonra da vururuq 3-ə. Yəni bu dövrlərimizə. Dövrlərimiz də yəni i dəyişənin qiyməti. I dəyişəni bir dəfə bu dövrün qiymətini alır 1-i. Sonra i dəyişəni bir dəfə 2 qiymətini alır. Bax bu qiyməti. I dəyişəni bir dəfə də 3-ün qiymətini alır. Bax bu qiyməti. 1-i 1-ə vururuq 2, 2-ni də 2-yə vururuq. 1-i 1-ə vururuq 1, 1-i də 2-yə vururuq 2, 2-ni də 3-ə. Düzmü dedim 6. O belə texniki səhv eləyərəm. Cavab 6. Bu da A-nı return S, yəni 6-nı bizə geri qaytarmış olur proqram. Cavab 6 alınır. İndi müəllimlər bu misalı kim izah eləyər bu misalı? Ardıcıllığını kim deyər? Mən də yazım. Kim demək istəyər müəllimlər? Heç kim demək istəmir? Hə, müəllim? Orada da bir dənə Y-dən X-in yerini dəyişəcək. Y olacaq 3, Bax, X olacaq 2. İlqar müəllimimiz hardan alaq İlqar müəllimi? İndi səsimizə qulaq asacaq, videonu atacaq. Bax, İlqar müəllim yoxdur deyə siz aktiv görürsünüz. Yox, məndən sualı eşitmədim, üzrlü sayın. X deyir bərabərdir 2, Y bərabərdir 3 və qaraladım, heç görsəmir. Hə, deyir, bu qiymətləri yerinə yazın. İlkimizin qiyməti necə hesab? Ümumiyyətlə müəllimə, misal nətər hesablayaq? Bax, bununla eyni, oxşardır. Düzü fərq var. Kim deyər? Zəhmət olmasa deyin, mən yazım. Ama Ama o aşağıda qiymətin Y-in yerinə qoydu. Y-in qiymətini X-in yerinə qoymalıyıq. Yox, niyə ki? Hərəsi öz qiymətini niyə vermir ki? Y3 olacaq, X-də də 2 olacaq da yenə həminki variant olacaq. Bəli, bəli. Yenə də 3-2. Orada da qaytarıb yuxarı qaldıranda birinci qiymət yenə yuxarıdakı povda X-də elə bu Y-in qiyməti qoyulmur. Yoxsa orada da 2-3 olacaq. Bax bu tələdir, bax bu sualın, bu hissəsi tələ. Orada müəllimə, orada birinci nəticədə o olacaq. Elə bil Y-in X oturacaq, X-in Y-ə. Elə mən bayaq onu dedim də, hə, ki, yerini dəyişəcəyik. Ona əsasən dedim. Müəllimlər, sizcə yerini dəyişirik. Bura 2, bura 3 yazırıq, yoxsa necə? Məncə dəyişirik. Birinci 3 gəlir, sonra 2. Dəyişirik, yoxsa eyni qalır? Yoxsa, Dəyişirik, məncə də dəyişirik. bəli, Y3-də də X-in üstünə 3 yazırıq, Y-in üstünə 2 yazırıq. əla, bəli. Yəni, Pardon. əla, bəli. Yəni, bu tələli sualda çaşıb mexaniki olaraq bura 3, bura tez 2 yazarıq ki, hə, tez-siz misalımızı həll eləyək, vaxtımız gedir. Amma xırda detala baxmırıq ki, burada Y-in Çünki qiyməti. aşağıdakı faktikidir da, faktiki qiymət 3-2-ni alır. Bəli, Yuxarıda da o birisi nə idi? Faktikidən başqa nə idi o? harman, Harman. Normal. bəli. Götürüb onun üstünə aldı. Aşağıda nə var? Yuxarıdakı o formada qoyulur. Əla, bəli. Yəni ona görə də burada diqqətli olmalıyıq ki, burada artıq tələsim götürüm bura 3 yazım çaşıb ki, bu birinci yerdə 3 dayanır. Burada 3 yazım yox. Orada diqqətli oluruq. X-in qiyməti deməli 2-dir. Bura 2 yazıram. Baxın, tərsinə yazıram. Bura 2 yazıram. İlkin qiyməti də 3-dür. Burada 3 yazıram. Amma burada elə eləmədim. Bu qiyməti 2-3-dür, 2-3-ü də yerinə yazdım. Çünki niyə? Burada x, y öz yerində idi. Aha. İndi davam edək. Mənim elə yuxarıdakı kimi oldu ki, elə X-də 2 oldu, Y-də 3 oldu. Bəli, eynən. Y-in üzərinə bir əlavə edirik. Yəni, burada məqsəd nədir bu misalı yazmaqda? Məqsəd odur ki, bizə bu hissəni göstərsinlər. Bax, bu tələrini bizə göstərsinlər ki, burada X və Y dəyişənlərinin yerləri dəyişik verirlərində diqqətli olaq. Götürüb də tələsib də 3-ü tez buradan yazım, 2-ni buradan yazım etməyim. Aydındır müəllimə? Yəni, bu xırdalığı bizə göstərsin. Çox qəşəng misaldır. Yəni qiymət dəyişmir də bir kəndə. Hətta yəni hər bir dəyişənin qiymətini özünə mənimsədək, dayandığı yerə yox. Dəyişənin adına baxmalıyıq. Məsələn, 3 birinci dayanıb, gətirin burada hə 3 yazım, yox. Baxırıq ki, bu Y-in qiyməti hansıdır? 2 Y-ə yazıram, X-i X-ə yazıram. Aha, onda belə çıxır ki, nəticə də elə eyni olacaq. Eynidir, bəli, bəli. Yəni, evdə baxa bilərsiniz. Yenə də 6 olacaq. Bəli, bəli, eynidir. Bəli.
Ben nəticələr eyni. Baxın müəllim, bu misal çoxdur. Yəni əvvəldə də çoxlu deflər var. Həqiqətən çox qəşəng misallardır. Hamısı da orta məktəb kitabında olan misallardan oxşardır. Yəni, çox yaxşı materialdır. Bunu mütləq həll edin. Gələn dərsə nəticəsini mənə deyin. Yəni, o gündən atmışam qrupa, amma heç kim heç nə soruşmadı. Mütləq həll edin müəllimlər. Bu misallar çox maraqlı misallardır, yəni. If else, if-a aid, qəşəng misallardır. Misalların Sınavlar işləməklə nəticəni yaxşılaşdırmaq olar. Əlbəttə ki. Siz nətər müəllim? Mənə rahat gəlir də, elektron sınav işləmək rahat gəlir mənə. Bilirsiniz nətər müəllim? Niyə hamısından davranıram sınavların? Hər gün sınav. Amma ki, o sınav işləyəndə səhvimizə, düzümüzə baxaq. Harada çətinliyimiz var, düz yazmadığımız misal varsa, onlara mütləq baxaq. Bayaq başqa bir yerdən atmışdılar mənə müəllimə, texniki təminat. Elektron sınavıdır. 47 dənənin vurdum orada, 50 dənədən. Əla. Texniki təminata görə əla yazmışsınız. Əla. Proqram təminatıdır, texniki təminat. Bunları bilirəm də. Sırf mövzu bizdə olanda sınaqlar rahat olur. Qarışıq olanda biraz nəyə bilmiriksə, onlar çıxıracaq. Mən bayaq qrupa da yazdım. Dedim müəllimlər, kimdəsə sınav varsa atsın mənə şəxsi, kim atır. Yəni, yaxşı olar da, atsalar. Mən də var, mən qrupa atmıram. Yəni, kim istəsə şəxsi ataram. Mən istəyirəm, mən atarsın zəhmət olmasın. Nömrənin axı, mən bilmirəm, bilmirəm nədir orada. Ata bilərsiniz, narahat olmayın. Qrupa ata bilərsiniz. Atın, qrupa atın işləyin. Cəzalatı görək də olur. Yox, narahat olmayın. Atın qrupa. Amma müəllim, bir şey deyim. Yox, mən niyə bəzən olubdur ki, məlumatı silmişəm. Ola bilər ki, elə müəllim var ki, öz müəllim yoldaşları, hamımız bir-birimizi tanıyırıq. Elə müəllim var ki, məsələn, mən heç nə demirəm də icazə verirəm. Yəni, mənim sınavımız hansı qrupdasınız, paylaşa bilərsiniz. Amma məsələn, bəzən müəllimlərimiz olur ki, onlar xoşlamırlar. Deyirlər ki, məsələn, mənim sınavımı yalnız mənim qrupumda paylaşılsın, mənim qrupumun müəllimləri işləsin. Niyə sizin qrup işləyir ki? Məsələn, elə bir narazılıq olmasın. Əgər icazə varsa, ictimaidirsə sınaq, hər kəs üçün nəzərdə tutulubsa, hə, yəni hansısa qrupdan icazəsiz kimsə sizə atıbsa, götürüm onu atım, çox xahiş edirəm, elə bir şeylər olmasın. Oldu müəllimlər. Çünki yenə deyirəm, elə hazır müəllimlər var. Mən qrupda varam, oradan götürüb işləyirəm. Yəni, belə deyim, ictimaidirsə, yəni hər kəs üçündürsə, hə, olar. Mən də bir neçə dəfə digər müəllimlərin sınaqlarını atmışam. Yalan deyirəm, orasını bilmirəm. Elə şəxsi ataram, ən yaxşısı. Hə, yəni elə problemlər olmasın da müəllimlər, düzgün başa düşün. Mən ona görə icazə vermirəm. Sən müəllimə başa düşürəm. Hə, yəni narahatsızlıq olmasın. O nəfər şeydir. Hə, ona görə. Hə, müəllimlər, gəl 35-ə də bir dənə baxaq. Nətər həll eləyərdik 35-i? 35 qarışdırdım. Yuxarıdakıdır, yoxsa aşağıdakıdır? Hə, 35 müəllimə budur. Aha. F-in qiyməti 5. 5 bərabərdir sıfıra. Yox, düşürük elsə. 5 vurulsun F4. F4'ü tapırıq. Aha. Gedirəm. Hə, F4. 4 bərabərdirmi sıfıra? Yox. F vurulsun F3. Daha doğrusu X vurulsun F3. Orada X'in yerinə hər dəfə qiymət yazırıq. Yoxsa necə? Belə şifahi deyəndə qarışdırıram yazılı olanda. Bizdən nə istəyir proqram? Deyir, print A. A-nı çap elə. A-nın da siyahıdır, bilmirik qiymətini neçədir. Burada da F5 var. Gətirik F5-i, burada yazılır. X-in yerinə 5 yazılır. Deyir, baxın, X 5-ə bərabərdir. Artıq bu bizə ipucudur. Artıq bizə deyir ki, 0 olanacan dövr eləyəsiniz. Yəni, 5 dəfə def axtaracaq. Deyir, S-in də qiyməti 1-ə bərabərdir. Burada şərt ödəmədik, bunu götürə bilmirik. Else qoluna düşürük. Aha, artıq else qolunda biz başlayırıq dövr eləməyə. Hamısı eyni tipdir bunların. Deyir, S bərabərdir. X-in qiyməti neçə idi müəllimlər? 5. 5 vurulsun F4. 5 vurulsun F. X çıxılsın 1. 4. F4. Yəni F4 bilmirəm neçədir. Gəlirəm yenə burada. Aha. Bəli. X-in yerinə 4 yazıram. Təbii ki, yenə yazıram. S bərabərdir. 4 vurulsun. Baxın, eyni tipdir hamısı. F3 axtarıram. Ondan sonra heç bura gəlib dönmürəm. Bir də avtomatik yazıram. 3 vurulsun. F2-ni axtarıram. Sonra S bərabərdir. Hə, bəli.
Bəli, yəni ona Hə, görə dedim ki, hamısı eyni tipdir. Sonra S bərabərdir. Yəni orta məktəbdə də var bu tiplər. bir vurulsun F0. Ay sağ ol. Bir vurulsun F0. Все. Artıq bitti dövrümüz. Daha bitti Aha. dövrümüz. Dövr bitdiyinə görə gəlirik deyir. Sıfıra bərabərdir mi X? Deyirəm ki, hə. Hər Deyir S X. bərabər olsun 1-ə. Bəli. Deyirəm ki, 2 vurulsun. F1-in qiyməti. F1-in qiyməti neçədir mənimlə? Belə 0. Çünki 0'ı 1'ə vuranda usta 0 eləyir. 0'ı da bu 0 idi. 0'ı da 2'ye vuranda yox, üzr istəyirəm. Mənimlə. Burada S bərabərdir 1 daxil. 1 deyə F0'ın qiyməti 1'dir. Mən bura çaşdım baxdım. Hə, S bərabərdir 1'dir. Deyir, 1'i 1'ə vuranda 1 qiymətini alır. Təzədən 2'ni 1'ə vuranda yenə 2 qiymətini alır. Bəli. 2'nin bunun da qiyməti 2'dir. 2'nin də 3'ə 6. Bunun da qiyməti 6 imiş. 6 da 4, 24. Bu da 24 imiş. 24 də 5'ə vuranda 120 səhv eləmirəm. Yox, müəllimə, 24'ü 5'ə vuranda. 120. Hə, 120. Bəli. Müəllim, bu F0 1 hardan aldınız? Onu başa düşmədim mən. Bax, X0'a bərabər oldu zaman ən sonda. Hə, X 0'a bərabər olanda S bərabər 1 olur da oradan. Aha. Yəni o F bərabər olur. 1 vur F0'ın qiyməti olur 1. S-ə görə yazsınız da onu. S bərabər F deməli 0'a bərabər olanda, X bərabər 0 olanda S də bərabər 1 olur. 1 olduğuna görə S bərabər. 1 vurulsun 1 0'ın yerine de 1 koyuyoruz ümumi olarak. 1 vur 1 1 olur. Aydın, sağ ol. gəlməlidir. Buna uyğun, bundan sonraki misal eyni tiplidir. 36. 36'ın 2 dəqiqə ərzində sərbəst özünüz yazıb atın. Görək nə dərəcədə başa düşdük. Sonra keçək orta məktəb kitabındakı Python izahını. 2 dəqiqə ərzində yazaq atın.
Baxaq müəllimlər həlinə. Burada f bərabər x vur fx vergül m-1 çaşdırır mən. Oranı bilmirəm. Eynən müəllimlər bu düstura da baxıb yaza bilərdik hələ. Baxaq. Nəsə məndə alınma. Bax, düzələr inşallah. Deməli, deyir f, x, n-dir. Deyir n bərabərdir mi sıfıra? X'in yerine 2 koyduk, n'in yerine 3 koyduk. Gördüm müəllimlər, maraqlı müzakirə edirsiniz, bölmək istəmədim. Hə, Hızlı gelişmiş şey de burada. aha. Deməli, x-imiz 2-dir, bu da 3-dür. Deyir, n bərabərdir mi? Böyle kadar düz geçmiş şey hiç olmaz. Düz olar. Deyir, n sıfıra bərabərdir mi? Yox. Ödəmir şərt. Yox. Ödəmir deyə LC-yə baxırıq. LC-yə baxanda da deyirik S bərabərdir. X-in yerinə neçə yazdıq? Bəli. Yazırıq ki, 2 vurulsun. F 2 n çıxılsın 1. N'imizin qiyməti 3 idi. Deməli, burada Bu da iki. 2. Bəli. F2-2-ni axtarırıq indi. F2-2-ni. Baxın, F2-2 bilmirəm neçədir. Ona görə gəlirik burada qiymətlərin yerinə F2-2 yazırıq. Qiymətlərin yerində F2-2 yazırıq. Hı hı. Bu qiyməti yazanda şərt yenə ödəmir. Yenə düşürəm aşağı hissəyə. Yenə yazıram S bərabərdir. Bu dəfə X-in qiyməti neçədir müəllimlər? İkisi de. Yenə 2. Yazıram 2 2 vurulsun. F2. Bu defa 1. Bir. İki. Yani. Bu dəfə 2, 1-i axtarırıq. Yəni, n-in qiyməti 1-dir. Deyirik, n bərabərdirmi 0-a? Deyirik, yox. Yenə şərt ödəmir. Yenə düşürük aşağı. Yazırıq, s bərabərdir. Deməli, x-in qiyməti 2. Bəli, burada 2. Hər dəfə bu da dəyişirdi. Bu birisi misalda, amma burada dəyişmir. Yani o F, saçtığında bəli. F2, n'in qiyməti 0. 0, bəli. Burada deyirik, n. Burada yazdıq 2, 0. Deyirik, n, yəni 0 bərabərdirmi 0-a deyirik? Hə, artıq şərt ödədi. Ödədiyinə görə S1 qiymətini alırıq. Yəni, bizə return qaytarır hansı qiyməti? S1 qiymətini alır. Amma məmlə burada, baxın, appendimiz var.
Append nədir burada? Sərbəst. Dövrün daxilində sərbəstdir. Biz hər dəfə dövr edəndə, yəni else də ödəsə də, ödəməsə də, if ödəsə də, ödəməsə də, hansı birinə, ifdən elsedən hansı birinə baxsaq, biz mütləq A nöqtə append'e baxmalıyıq birinci. Yəni A nöqtə append S. Yəni bu nə deməkdir? S'in qiymətini götürüb nəyə mənimsətməliyik? A dəyişəninə mənimsətməliyik. Bəli, yəni baxın bura, bax, bu hissəyə mənimsətməliyik. Bu hissə. Hər dəfə biz dövr etdikcə neçə dəfə dövr elədik? Bax, 1, 2, 3. 3 dəfə dövr elədik. Deməli, hər dəfə dövr eləyəndə append S. S dəyişənini A siyahısına daxil eləməliyik. Baxa görə S dəyişəninin qiyməti neçə idi müəllimlər? S dəyişəninin. 1. S dəyişəni müəllimə bir dəfə 1 aldı da. O Bir dəfə. birisilərdə. Bəli, bu birlərdə heç bir qiymət almadı. Ona görə bir dənə 1 daxil elədik. Bir dənə 1. Çünki bir dəfə ödədi şərti. Sonra isə gəlib digərlərini həll edirik. Yəni, misal artıq dövr edib həll edirik. Yəni, burada artıq else, belə deyim, if qoluna baxmırıq. Sadəcə olaraq else-də olan kəsirləri həll edirik. Ona görə A siyahısının qiyməti belə alır. A bərabərdir 1. Yəni, qiymət budur. Qiymət bizə bunu verir. Super sadə. Yəni da o 2 0 2 1 2 2-ni hesablamağa ehtiyac yoxdur da. Baxaq. Burada else qoluna gəldik. Else qoluna burada qiyməti bilmirik. S-in qiymətini. Baxın. Birincidə 1-i aldı, hə. Siyahıya mənimsətdik 1-i. İndi ikinci dəfə gəlirik, ikinci dövrü həll eləməyə. Deməli, 2 0 qiymətində qiymət neçə idi? 1. 1 idi. 2-ni 1-ə vuranda neçə idi? 2. Bəli. Bir getmişəm. Aha, burada 2. A, Yuxarıda 4-cü rəqəm. hə. Baxın. Deməli, burada baxın mənlə 2 vuraq var. 1-i 2-yə vuranda eləyir 2. Sonra növbəti mənimsəcəyimiz ədəd 2-dir. Yəni, bunun qiyməti 2 aldı. Burada mənimsətdik. Çünki append var axı dövrün içərisində. Burada 2 aldı. Deməli, 2 1-in qiyməti əslində 2 imiş. 2-ni də 2-yə vuranda 4 edir. Növbəti alacağı qiymət 4. Bura 4 oldu. Bəli. Ondan sonra deməli 4 nəyin qiyməti idi? F 2 2-nin qiyməti idi. 4-ü də 2-yə vurdu. Bəli, növbəti alacağı qiymət 8. Deməli, A siyahısı 1, 2, 4, 8. Faydında da yazsaq cavab bu çıxar. 1, 2, 4, 8. Return Aslında da bizdən A-nı istəyir də, yəni. Print A-nı istəyir. Bəli, bax, A-da bu qiymətlər alır. A-nı bu qiymətlər alır. Baxaq digər fərqli tiplərə. Bu tipləri müəllimlər həll eləyək. 38, 39, 40. Bunlar asandır. Baxaq bunlara.
39 ders olsun. Baxaq müəllimə. Deməli, sizə burada deyir ki, -1 üçüncü yazılış bizə nəyi bildirirdi? Addımı. Sonuncu dəyişəcək. Aha. Addımı bildirirdi. Bəli. Deyir ki, -1 addımı ilə irələ. Əvvəldən üçüncü, belə deyim, sıfırdan başla 3-ə qədər irələ. Yəni, ən əvvəldən, əgər -1 deyirsə, mən bu sondan başlayıb 3-ə gəlməliyəm. Baxın, buradan başlayıb 3-ə gəlməliyəm. Çünki istiqamətini mənfi ilə göstərir. Burada -1, burada artıq bir irəliləyirəm. -2, -3, -4, -5. Yəni, gəlir bu -5-ə düşür. Əslində, bunun 3-ü -5-ə düşmüş olur. Aydındır. Mən sonuncu o -1'i 3'ü attım bilirdim. Yəni ortadakı rəqəm addım olur. Yox, müəllimə, Elə ortadakı yox, sondakı rəqəm addım olur. Baxın, burada deyir Ha. ki, əvvəldən sonacan irələ, yəni 3-əcən irələ, addım da -1 addım ilə. Əvvəl də gəlir bu hissəyə düşür. Elə bil ki, 5, bax, bu hissəni götürürük. Bax, bu bəli, ha 3'ten 7'de. 3, 4, 5, 6, 7. Baxın, bu hissəni götürürük. Bu hissəni götürürük. Bu isə sadədir. Deyir 3'dən sonacan addımla. Bu da yenə 0, 1, 2, 3. Yəni 4'dən sonacan 4, 5, 6, 7. Və qiymətlər alırıq. Burada isə deyir ki, 3, bu nə deməkdir müəllimə? Bu yazılış o deməkdir. Baxın 2 nöqtə. 3'dən başla. Sonacan irələ. Bax, bu sonacan irəliləməkdir. Sonacan. Sona qədər gedirik. Bir attım. Yani bir attım. Əla. Bəli. -1-dənsə müəllimlər, addım nəyi müəyyən edir həmişə? Addım istiqaməti müəyyən edir. İstiqamətimiz hardan başlayır? -1-dən. Yəni, buradan başlayırıq, irəliləyirik ta 3-əcən. 0, 1, 2, 3, yəni 4-ə qədər. Bax, bunları götürürük. Deməli, burada da qiymətimiz olur 4, 5, 6, 7. Baxın, bu qiymət də bunu alır. Çok karışık değil. Yox, mən niyə ki, qarışıq deyil. Sadəcə sonuncu addıma baxmalıyıq. Burada çox yazılıb. Bunlar sizə səliqəni yazaq. Belə deyim. Ay müəllim, imtahan həyəcanı bir yandan, bunların bu nöqtə vergülü bir yandan. Adam nə yazar ki? Yox, müəllim. Bir balaca həqiqətən diqqətli olsaz yazasınız. Belə bu biraz mürəkkəb kimidir, amma yəni çox sadələri düşür də belə. Amma bir də ki, yəni siyahılarla iş, sətir və siyahılarla iş orta məktəbdə də var. Yəni böyük ehtimal bu da bizə də düşəcək. Aşağı sinifdə də var. Yəni 8-də, 9-da istifadə olunur. Baxın mənim, bu sadədir. Deyir ki, 3-dən, müsbət 3-dən irələ sonacan. Bax, bu iki nöqtəni gördünüz, bu deyir sonacan irələ. 3-dən sona qədər irələ. 3-dən sona qədər irələ, amma -1 addımından irələ. -1 addımından olduğuna görə addımımız -1 deyə, yəni sondan başlayıb -1-dən. Üçü götürür o. Bəli, çünki 3-dən başlayıb baxın. Deyir, -1-dən başla, 3-ə qədər irələ. Yəni sonuncu Üçüncü nömrələmə 4'te dayanır da. Üçüncü nömrələmə 4'ten başlıyor. 4, 5, 6, 7. 1, 2, 3, 4. Amma bu -1'dir. -1, -2, -3. Baxın, -1-dən deyib başlayırıq. İstiqamətimizi mənfi ilə götürürük. -1-dən başlayırıq, müsbət 3-əcən irəliyirik. Belə. Ha 4'ü götürür de 4'ten bak. Bəli. Bir sıfırdan ayrıldı. Ha. Bəli. Əla. Öyle de gitmez. Pozitiv olaq müəllimə. İnşallah yaxşı olacaq nəticələriniz. İlqar müəllim yok diye biraz təsəlli verər.
Bəli, niyəsə bilmirəm. Olsa olan da Allah'tı. Kaçına kadirdi. Her değil. Qaçan da Allah deyir, qovan da. Bəli, səsiniz rekord olunur. Özü yəqin ki bizə haqq verər. Görək inşallah. Bəli. Nədir? İndi mənə baxaq sizə atdığım misallara. Hansı ki 8-ci sinif kitabından. Neçənci misaldır? 33 olmalı. Ben nömrələr bəs qarışıq yazıblar. 33 deyəsən bu. Burada 33 yazılmalıdır. Bu 32 də yuxarı kim nömrəsidir. Bak, yuxarı bu 33 bu misal. Deyir A-nın qiyməti. Bəli, bizdən nə istəyir müəllimlər? Deyir ki, A siyahısına mənimsədiləcək qiymətləri istəyir. Bir foreign range 2-dən K-yacan. Ne kadar? Bəli, 2, 3. 6, 7. Bunu həmişə yazın müəllimlər. Yoxsa çaşarsınız. 7-yə qədər, yəni dövr edirik. Deməli, neçə dənə Bu dövr edirik? daxil olmur da. Sonuncu daxil olun. Hə, 8 Aydın. yazmadım. Baxın, 8-i yazmadım. Əslində burada K-nın yerində 8 dayanır. Bəli, bəli. Əla. Bu qədər dövr edirik. Hər dəfə dövr eləyəndə də, hər dövrdə. Baxın, birinci dövrümüz hansıdır? İ dəyişəni 2 olanda. İkinci dövrümüz İ dəyişəni 3 olanda. Üçüncü dövrümüz 4. Məsələn, sonraki dövrümüzdə İ dəyişəni 5 qiymətini alır. Növbəti dövrdə İ dəyişəni 6. Növbəti dövrdə İ dəyişəni 7 qiymətini alır. Bu qayda ilə dövr edirik. İndi deyir ki, A nöqtə append. Append nədir? Həmlər əlavə etmək. Bir A siyahısına nəyi əlavə elə? Biri. İ dəyişəninin qiyməti neçədirsə, biri çıx əlavə elə. İ dəyişəninin bu qiyməti deyil. neçədir? Bax, birinci dövrdə, ikinci dövrdə, üçüncü, dördüncü, beşinci, altıncı dövrdə. Dövr edirik. Dövr eləyəndə də 2-dən 1 çıxırıq. Nə qalır? 1. Bir dəfə bir əlavə edirik, bir dəfə də 0. Ayso. İdən də 2 çıxdıq, elədi. Müəllimlər, 1 ilə 0-ı toplayırıq. Baxın, 1 ilə. Baxın, 1 ilə 0-ı toplayırıq. Elədi 1. Ona görə 1 əlavə elədik. Baxın, 1 ilə 0-ın Hə. cəmini. Aha, indi də 2 ilə 1-i toplayacaq, 3 olacaq. Ayso. Bəli. 3. Növbəti neçə olar? Bir dəfə də Varmış müəllim. 3 ilə Aha. toplayıb 5. Ayso. Sonra 7. Nizam müəllim, Yeddi. növbəti qiymət neçə olar? 7, 9, 2 11 kat. olur. Tamam, daha 7, 9 olacak oldu size. Əla. Bəli. 7, 9, 11. Çift rəqəmlər toplanır. Tək rəqəmlər toplanır. 11 11, olmur da. 11 aiddir mi müəllimlər? 7, 7, 6. 6 üstə yazmış. 11 aiddir müəllimə, aiddir. Əla. Deyirəm oxu, mən yazdım bura. Bəli. Deməli, hansı qiyməti aldı? 1, 3, 5, 7, 9, 11. Müəllimlər, qiyməti alır. Amma çap eləmir. Çünki burada print yoxdur. Baxın, belə bir çaşdırıcı sual qoya bilər. Hansısa imtahanda var idi. Deyir ki, A siyahısı, indi bu siyahıdır da, 4 günc mötərizələr. Deyir, A siyahısı bir variantda deyir ki, bax, bu eynən bu forma misalı yazır. Printimiz yoxdur. Yazır, deyir ki,
cavablarda A siyahısı 1, 3, 5, 7, 9, 11 qiymətlərini alır. O birisi variantlar deyir ki, bu qiymətləri çap eləyir. 1 A siyahısı 1, 3, 5, 7, 9, 11 qiymətlərini neynir? Çap eləyir. Yəni mənimlə bir sözlə 1-dən 11-ə qədər, bu proqram hansı işi görür? 1-dən 11-ə qədər tək ədədləri çap eləyən proqramdır. Məsəl üçün, sizə desələr ki, variantlar verər, deyər ki, bu variantlar içərisindən tap gör, hansılar, məsələn, 1-dən 11-ə qədər tək ədəd rəqəmləri çap eləyən proqramdır. Aydındır. Ona görə belə bu qaydada yazılır. Bəs mənimlə, buranın hansı qaydada dəyişərsiniz ki, 1-dən 11-ə qədər cüt rəqəmləri çap eləsin, təh yox. Bax. Bura nə yazarsınız? Bax, bunu silib nə yazarsınız bura ki, bu təh yox cüt rəqəmləri çap eləsin. Nə yazarsınız mənimlə? Təbii ki, yazarım. Sanki yok, İttifak bir yazarıq da. Yox, mənimlə, təbii ki, yazarım. Ən sadə, 1-nin 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? Bu qədər sadə. Bir də numuza yazarsınız. Bəli. Yəni, i dəyişənin qiyməti gedib bir-bir götürür. Hansı ki, əlamətləri götürəcək, cütləri götürəcək. bəli, hansı ki, bölünməsindən alınan qalıq 0-a bərabərsə, həmin qiyməti çap edirik. Daha doğrusu siyahıya çap eləmirik. Bax, görürsünüz, mən çalışdım, çap eləmirik. Siyahıya daxil edirik. Bəli, print yoxdur. Yəni, ola bilər ki, və yaxud da A siyahısına daxil edirik də deyə bilərik. A siyahısına daxil edirik, belə deyə bilərik. Belə desək, daha doğru olur. İndi mən bir dəqiqə ekran paylaşım, orta məktəb dərsliyinə baxaq. Çox sadədir, yadda qalmır prosta. Baxaq. Oradasınız siz, iyi gözləyir.
Baxaq müəllim. Təyinat soruşur da, yəqin ki, təyinat olur da, başa düşürsən ki, təyinatı bilirsən ki, nədir də, nə iş Bəli, görür. bəli, bəli. Baxaq müəllim. Burada bizdən eyni soruşur. Birik. Birik neyini müəllimlər? Birik bizi, baxın, proqramdan yox. Bax, burada məsəl üçün hansısa bir misal yazsam bu hissədən, onu birikdən, bizi dövrdən çıxıb gəlib onu həll edirik. Deməli, birik neyini? Bizi hardan çıxardır? Dövrdən. Müəllim, bir söz sual verin. Bu testlər atdıq testlərdir. Atdığınız testlərdir. Bəli, bəli, İlqar. Dərslikdən, orta məktəb dərsliyindən atmışdım sizə. Səhərəmsə 2 gün əvvəl o testlərdir. 2 Baxın, gün əvvəl ki, bəli, 2 gün əvvəl atmışdınız müəllimə bunu. bəli, bəli, səhərəmsə 3-cü gün atmışdım. 2 gün yox, 1 gün əvvəl, 3-cü gün atmışdım. 3-cü gün, 1 gün əvvəl. 1 gün əvvəl, 2 gün, 3-cü gün atmışdım bunlar sizə. Deməli, burada bizə deyir ki, birdən, burada gəlib bir dövr eləməyə ehtiyac yoxdur. Deyir, birdən 101-ə qədər dövr elə. Hər dəfə dövr eləyəndə də biz nə edirik? Çap edildi də müəllim. Bəli, bəli. Niyə çap edirik? O, Çünki dövrün içərisindədir. Dövrün içərisində olduğuna görə hər dəfə biz çap edirik. Çapdan sonra nə edirik müəllimlər? Çap edəndən sonra end nə deməkdir? Deyir, növbəti sətrə keçmə. Biri var, məsələn, alt-alta çap eləyək. Biri var, yanaşı çap eləyək. Deyir, yanaşı çap elə. bu yanaşıdır müəllimə, bu yanaşıdır. Bəli, slash t nədir bəs? Slash t də odur ki, tabulyasiyada tab deyirik, ara məsafəsi. Yəni, hər dəfə çap eləyəndə onları bir-birinə bitişik yazma. Ara məsafəsi ilə yaz, bax belə. Bir tab qədər, yəni bir simvol qədər ara məsafəsi var. Bu onu bildirir. İndi mənimlə baxırıq. Nə vaxt ki if ödədir, biz dövrdən çıxmalı oluruq. Yəni, artıq printimizi dayandırırıq, çapımızı dayandırırıq. Deyək ki, if əgər i dəyişəninin ona bölünməsindən, yox, daha doğrusu i dəyişəninin özü ona bərabərdirsə, biri çıx dövrdən. Deməli, biri çap edir. Baxın, yanaşı. Biri çap edir ara məsafəsindən. Kimi çap edir? 3-ü, 4-ü, 5-i, 6-nı, 7-ni. Burada yer çapmadığına görə kişi yazın, amma hamısı ara məsafəsindəndir. Onu da çap edir. Baxın, onu burada çap edir. Çap edəndən sonra bizə deyir ki, i dəyişəninin qiyməti ona bərabərdirmi? Deyir ki, hə. Hə dediyimizə görə bizi avtomatik dövrdən çıxardır və baxın, 10-cu dənə qiyməti çap edir. Ara məsafəsindən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Onun özünü çap edir. Çünki print şərtdən əvvəldədir. Bu qədər sadə. Tam başa düşdük mənim misalı. İndi növbətiyə baxaq. Slash t-yi ara qoyur da, düzdürmü? Belə başa düşdüm. Slash n Bəli. bilirdim, slash t-ni ilk dəfə deşidirəm. Deməli, slash-in növbəti sətrə keçir. Slash t, bəli. Baxın, bu da yeni əlavə olunubdur. Yəni, buna diqqətli olun. Deyir, s bərabərdir 0-a, növbəti misalda. Deyir ki, foreign range 1-dən 101-əcən dövr elə, deməli, 100-ün özü olur, daxil 101 var, axı, axırıncını götürmürük. Əgər deyir, əgər i dəyişəninin 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirsə, neyinə? Continue. Yəni, qayıt dövrə. Bəli, bəli, birik bizə kömək edir də, bizi çıxardı proqramdan, da dövr eləmirik. Nə əlimizdə nə qiymət var, çıxırıq. Amma continue nə edir? Continue da deyir ki, qayıt dövrə. Continue davam elə deməkdir İngiliscə tərcüməsi də. Üzr istəyirəm. Deyir, qayıt dövrə. Dövrə qayıt. Biz dövrə qayıdırıq. Hər dəfə biz dövrə qayıdırıq. Aydındır. Biz dövrə qayıdırıq. Yəni ki, bir də qayıdıb bu hissəyə baxırıq. Yəni, S-in üzərinə, məmlə buna aidiyyəti yoxdur, print sondadır. S-in üzərinə i dəyişənin qiymətini əlavə edə bilirik. Bunun yazılışı mənası nədir məmlə? S bərabərdir, S üstə gələk. Bəli, S-in üzərinə i dəyişənin qiymətini əlavə edə bilmirik.
İndi baxaq görək nə zaman biz S dəyişəninin üzərinə S də baxın sıfırdır. Görək proqram hansı işi görür. Bir ədədləri yoxlayırıq. Hansının ki cüt ədəddir. Baxın cüt ədəd. Bizlərdə Aysa elə bil ki müəllimlər səfər deyim. Səfər da bizə maneədir. Nə deyirlər ona? Maneədir bizə. Hansı ki 2-yə bölünməsindən alınan qalıq sıfıra bərabərdirsə icazə vermir. Qoymur ki bizə icazə vermir ki biz neyniyək? Ədədləri cəmliyik. bəli, S-in üzərinə i dəyişənin qiymətinin gəlmək nə deməkdir? Cəmləmək deməkdir. Deməli, heç cavab verməyən müəllimlərimizdən Nizam müəllim, onda burada proqram bizə hansı işi görməyə əmr edir? Proqram bizə hansı işi görməyə? Cüt rəqəmləri götürmür ancaq. Deməli, bu neyniyir? Bu neyniyir? Bizə, baxın müəllim, deyir ki, i dəyişənin qiyməti cütdürmü? Yəni, ifon sorucu deyir, cütdürsə geri qayıt, cəmləmə, icazə vermirəm. Cütdürsə rəqəmi götürmə. Amma tək olanda if ödəməyəndə deyir, get cəmlə. Deməli, neyniyir bu proqram? Bax, təhlər canlı da bu. Bəli, birdən 100-ə qədər tək rəqəmləri cəmləyəndir. Müəllimlər, ola bilər ki, məsələn, İmin bu misalı verər, qarışdırar da 5 variantla, fərqli-fərqli tiplərlə. Başlıqdan da bizdən soruşar ki, hansı proqram tək ədədləri cəmləyir. Sırası biz bunu göstərməliyik ki, bu proqramdır, aydındır. Və yaxud da soruşar ki, bu proqram hansı işi görür. Biz bilməliyik ki, bu proqram hansı işi görür. Daha bir də gedib 100-ə qədər dövr eləyib imtahanda niyə vaxt itirək ki? Baxan kimi bilir ki, bu birdən 100 daxil olmaqla ədədləri neyniyir? Seçir içərisindən təhlərini. Cəmliyik. Bəli. Deməli, proqram S bərabər S üstəgələ i olduğuna görə qənaətə gəlirik. Yoxsa necə məlumat? Çünki orada i 2-yə bölünməsindən alınan qalıq sıfıra bərabərsə o cüt ədədlərdir. bəli, biz siz nəyə görə müəllim? Üstünə gəldik deyə tək ədəd olurum. Xeyr müəllim. Müəllim bəy, o üzr istəyirəm. O deməli 2-yə bölü sıfıra bərabər olanda qalığı Kantuniyada o qaytarır. Brek deyil ki, o Kantuniya qaytarır. O demək ki, sən təki tap. Deyir, qayıt dövrə, aşağı düşmə. Baxın, Nizam müəllim, aşağı düşməyə icazə vermir bizə. Aydın. O elə bil ki, bərabər sıfır olanda qaytarır. Nə vaxt ki şey olur, nədir? Tək olur, onda düşür, toplayır da. Bəs yaxşı, bu eyni misalda Kantuninin yerinə break olsaydı nə olardı? Onda dövrdən çıxardardı bizi. Bəli. Nəticə nə olardı? Nəticə o olardı ki, yəni orada elə bil ki, sıfıra bərabər olanda o tapardıq da, yəni müəllimə. Müəllimlər, burada bilik olsaydı kontinuum yerinə, elə baxın, 1, 2. 2 qiymətində 2 necə çap eləyərdik. 2 necə təkdə çap eləyə bilərdik. Onu dövrdən çıxardıq. Çünki birinci ilkdə... Bəli, müəllimə, 2 deməli, cütün şey eləyərdik. Bircə dəfə hesablayardıq və salam. Çapa icazə verərdik. Biri hesablayardıq, ikincidə o şey bizi çıxardardı dövrdən. Başa düşdüm, təşəkkür. Əla. Yəni bir də evdə müəllimlər qəşəng baxın. Görün başqa qaldı bu misalını. Müəllimə, bugündən 6-da başlamışsınız da elə. Bəli, əslində 5-də başlamalıyıq, amma biz gec qutardı dərsimiz oldu qrupla, Python-da ona görə zürü sayasız 6-da başladık. Yox, əstəğfurullah, müəllimə. Sadəcə mən işim var idi, elədim olmadı, ona görə elədim axşam olacaqdı. Hə, yox müəllim, daha siz dediniz ki 18-dən sonra gündüz qoşula bilirsiniz. Yox, problem yoxdur. 5-də başlayaq, problem yoxdur. İstəməz, axşam saatlarında həqiqətən biz yorulursunuz, yəni. Yox, ona görə yox, müəllim. Sadəcə mən bilmədim, elə bildim yenə elə başlayacaq. Bildim, eybi yox, müəllim, onsuz da qayda atarsınız. Amma müəllim, şəxsiyyət atarsınız, bilmirəm, yəni. Bəli. Geçemiyorum ben.
Ha görə də mən bir 10 dənə, 15 dənə eləyib atacağam. Əla İlqar müəllim, həqiqətən çox məsuliyyətli insansınız. Söz verdiyiniz kimi. Nəyisə Hər gün, bilmədən, bilməsəm izah eləyərsiniz. Yəni, əlbəttə ki, mənim gözüm üstündən onu da mən soruşacaqdım. Bunu israr elədim, eləmədim dərsdə. Sadəcə bir 10 dənə, 15 dənə özüm yazıb atacağam. İkisini atmışam, qalıb 8-i bölünür. 8-ini də yazıb ataram. Bəli. Bir bax. Bir dəqiqə yüklənsin. Müəllimə, defləri də bir dəfə, iki dəfə onu da başa düşəcəm. Yəni, sadəsini bilirəm. Sadəcə o mürəkkəb olur onlardan. Bəli. Bir dəfə, iki dəfə, üç dəfə başa düşəcəm. Bəli. İnşallah. Bəli, İlqar müəllim çox sağ olsun. Məsuliyyətlə yanaşır. Dediyi kimi hər gün testlər edib mənə şəxsiyə göndərir. Eyni. Eynən sizdən də müəllimlər yəqin ki, nə vaxtsa belə bir suallar həlini atarsınız. Üzürü sandığın şey yükləmək. Vaxt olmur, müəllimə, vaxt. Vallahi işin gücün əlindən adam vaxt tapa bilmir ki. Mənim babamın həmişə bir sözü var. Bir balaca uşaqdan da soruşsa, o da deyər ki, işim var. Hamının həqiqətən işi var. Amma bu işin içərisində biz məcbur işimizi planını qurmalıyıq. Vaxt eləməliyik. Vaxt ayırmalıyıq. Həqiqətən hamının özünün işi var da, öhdəçiliyi var. Amma məcburum. Əməllər bir ayda, bir on fikirləşin ki, bir aydan sonra daha heç bir dəfə oraya da düşməyəcək. Biri var, məyus olub, incələsi, fikir. Burası elədir. Bir aya prosto bütün müştərilər də qaçır da. Onları da yığmaq çətin olur. Baxaq. Bir forumdayız. Bax, müəllimlər, bu hansı formada forlar? İç-içə forlardır bunlar. Əla. Həm də iç-içə Dövrlər. mürəkkəb forlardır müəllim. Bəli. Hə. Bəli, dövrdür, düz deyirsiz. Dövrdür, amma yəni mürəkkəbdir. İki dənə for olanda mürəkkəb. Bunun alt-alta olanlar da olur. Belə alt-alta yazılır. Onlar da elə. Onlarda bilirsiniz nətər alt-alta olan da hamısı eyni hüquqlu olur da. Birincini həll edirik, alınan nəticələrlə də ikincini həll edirik. Deməli, burada nə edirik müəllimlər? Həmişə iç-içə forlarda. Nətər? Bax, bir dənə onu yadımıza saxlayaq, qara dəftərimizə yazaq. İç-içə forlarda götürürük proqramın qiymətini. Nə edirik? Baxın, i-nin bir qiymətində, i dəyişəninin bir qiymətində. Bunun bir dənə qiymətində. Yəni, birincinin bir qiymətində, ikincinin bütün qiymətlərini, baxın, bütün qiymətlərini emal edirik. Aydındır. Yəni ki, bir dənə qiymətində digərinin bütün qiymətlərini emal edirik. Məsələn, bir qiymətini götürürük. Yəni, i dəyişəninin bir qiymətində. Məmnun, i dəyişəninin bir qiymətində j dəyişəninin bütün qiymətlərini götürüb emal edirik. Bu da bizə nə deyir? Deyir, i-nin qiymətini j-yə vur, yanaşı yaz və tabulyası, ara məsafəsi. Baxın, məmnun, görün nə qədər ara məsafəsi var. Bu tab bunu eləyir, bu işi görür. Görürsünüz? Yəni, ara məsafələri ilə yaz. Baxın. Bir də məmnun, bu matrisdir. Bax, bu matrislərdir. Matrislər məmnunlar, adi matrislər ki var. Bax, onları da bunu tətbiq eləyirik. Məsələn, soruşulur 9-cu sinif dərsliyində. Görürsünüz, orada 10-cu sinifdə də var, 11-də də var. Deyir, matrislərə nəyə tətbiq edirlər? Matrislərə götürürlər, həmin Python tətbiq edirlər. Yəni, hansı forlarla? İç-içə forlarla. Eynən bu tip misal bir balaca mürəkkəbləşdirirlər. Sonra nə edirik müəllimlər? Sonda isə deyir, sonda isə print, nə çap elə? Növbəti sətrə keç, slashin, növbəti sətrə keç, print. Aldığın qiyməti, daha doğrusu, aldığın qiyməti növbəti sətirdən yaz. İndi baxaq, i dəyişəninin bir qiymətini. Götürürük nəyə? Mənimsədirik i dəyişəninin bir qiymətini. Götürürük, mənimsədirik j-nin
bütün qiymətlərinə, yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu 9 dənə qiymətinə nə edirik? Vururuq. Baxın, bax bu i-nin bir qiymətini j-nin bu 9 dənə qiymətinə vururuq. Baxın, vurdum. 1, 2, baxın, götürüb vururam. Bunu buna vururam. 1. Sonra 1-i 2-yə vururam. 2. Sonra 1-i 3-ə vururam. 3. Sonra 1-i 4-ə vururam. 4. 1-i 5-ə vururam. 5. Və s. Baxın, hamısını götürürüm. Bir vurub yazıram bura. Bir vurub yazıram. Sonra mənimlər, sonra hansı qiymətini götürürəm? 2-ni. Bunu uşaqlar yazmışdılar hamısı bütün qiymətlərindən. İndi biz burada 3 qiymətinəcən göstərdik. Amma yəni bunun adı da var əslində. Sonra bir dəyişənin 3 qiymətini götürürəm. Bir dəfə 1-ə, bir dəfə 2-yə, bir dəfə 3-ə, bir dəfə 4-ə, 5-ə, 6-ya, 7-yə, 8-ə, 9-a yazıram. Baxın, 2-ni burada yazdı. 2, 4, 6, bura yazdı. Götür bunu buna vurdu, bunu buna vurdu, bunu buna vura yazdı hamısını. Baxın qiymətləri. Yazdım. Matris budur. Belə yazdım. Sonra 3-ü götürdü. Götürdü, baxın 3 qiymətindən. 3 qiymətini 1-ə, 2-yə, 3-ə, 4-ə, 5, 6, 7, 8, 9. Bax bu qiymətlər. Proses ta ki 9-a qədər gedəcək. Bəli. Baxın mənimlə, burada 4 olanda nə yazacağıq bura? Bax, burada 4. 4-ə vururam da elə bil ki, təsəvvür edin. 4-ə vururam. 4-ə vuranda nə yazarıq bəs? 8. Burada yazarıq. A, 8. Sonra burada mənimlə nə yazarıq? 12. Hətta 4-dür. 12. 16, 12 20, nə? 24, 28, 32, 36. İşte bu qaydada çox maraqlıdır. Sonra 5, 6, 7, 8, 9, 9, hə 9 nədir? 10. 9 qiymətlərini belə irəlilədik. Mənimlə bundan istifadə edərək belə deyim, vurma cədvəl proqramını qura bilərsiniz. Uşaqları qurduruq vurma cədvəl. Yəni onu da cəhd edib qura bilərsiniz. Matrislər də budur mənimlə. Çox sadədir. Ümid edirəm ki, sadədir. Hər birinizə aydındır. Matrislər də bunlardır. İndi mənimlə növbəti sınağı bir partajam. Əlavə sualınız yoxdur, başa düşmədiyiniz, bilmədiyiniz testlər, suallar olsa deyin, zəhmət olmasa. Mən elektron sınav atır elə. Çalışıb elektron atacam, bəli. Hə, elektron nə qədər çox olsa, o qədər yaxşıdır. Adam beyni inkişaf edir. Bəli. Kimdəsə varsa da mənə atsın da şəxsidə nə olar ki?